Niyə görə dindən uzaqlaşırlar? Ona görə ki, uzaqlaşanlardan gedir ha söhbət ha. Hərənin bir cür səbəbi var. Biri görürsən həvai həvəsinə uyur. Axı din yolu belə bir yoldur ki, burada əzm-i səbat tələb olunur, sabit qədəmlik tələb olunur. Həmişə o halda olmursan ki, hər şey əladır, mən günahlarıma tövbə eləyirəm, doğrudan da Allaha tərəf gedirəm, bir haldır gəlib mənə, gözəl vaxtında namazımı qılıram. Həmişə belə olmayacaq, bu yolun enişi var, yoxuşu var, pirivarı var, yağışı var, dolusu var, qarı var, tufanı var, istisi var. Yəni insan hər bir haldan hala düşdükcən, o hala uyğun gərək özünü tənzimləməlidir və o şeyi seçməlidir ki, Allah burada məndən nə istəyir? Allah burada məndən nə istəyir sualında aləm deyir bir-birinə. Çünki hər kəsin nəzərində bir düzəltdiyi Allah var.